Təsəvvür edək ki, qəfil küçədə qabağına çıxdım. Deməli, uşaqlar, mənə bu sualı çox verirsiniz. Ümumi şəkildə video ilə cavablamaq istəyirəm. Hamıya ümid edirəm, anlaşıqlı olar. Nə? Hansı sualdır bu? Alqoritm mövzusu, Python mövzusunda deyirsiniz ki, qapalı sualları yaza bilirik, amma gəlib ətraflı sualları çatanda, hansı ki, qəbul imtahanda 28, 29, 30-cu suallara blok sxem çəkə bilmirəm, Python kodu yaza bilmirəm, necə edeyim ki, bunları eləyə bilim. Baxın, bunun iki dənə üsulu var. Biri özündə alqoritmik təfəkkür formalaşdırmaqdır. İkinci də bunu səndə formalaşdıra biləcək bir müəllim tapmaqdır. Danışıram birinci ilk üsulumdan. Nədir? Alqoritmik təfəkkür deyəndə nəyi nəzərdə tuturam? Baxın, tutaq ki, blok sxemdən 28-ci sualda qəbulda düşüb ki, girişə veriləcək n dənə ədəddən müsbət olanların cəminə. Təsəvvür edək ki, qəfil küçədə qabağına çıxdım və n dənə ədəd deməyə başladım. Sən bilmirsən də nə qədər deyəcəm. Burası ədədlər deyirəm. Əla, sən buradan müsbətləri necə təyin eləyəsən, necə cəmləyəsən, beynində nələri yadda saxlayasan, bunların fərqindəliyini yaratmalısan özündə. Alqoritmik təfəkkür budur da. Bizdə məsələn o blok sxemlə çəkirik, bir də Python kodunu yazırıq. Hə, bu sadəcə alqoritmin təsvir üsuludur. İlk öncə biz təbii dildə təsvir eləyə bilərik ki, yəni beynimizdə o prosesin necə baş verdiyini bilək ki, sonra onu blok sxemlə təsvir eləyə bilərik və yaxud Python proqramlaşdırma dilində təsvir eləyə bilərik və yaxud başqa olimpiyadalara hazırlaşsa, C++ olsun, başqa proqramlaşdırma dillərində təsvir eləyə bilərik. Yəni amma ilkin versiyanı beynimizə gedən prosesi anlamalıyıq da. Yəni bir yolu, ən yaxşı yolu deyərdim ki, budur. İkinci yolu da bunu səndə formalaşdıra biləcək müəllim tapmaqdır. Deyərdim ki, bu ən çətin üsuludur. Çünki hal-hazırda da say azdır belə deyək, bunu eləyə biləcək müəllim sayı. Belə.